11 dekabr. Ləyaqət və cəsarət. Siseron deyir ki, biz hər vasitə ilə özlərini qorumağa çalışan qladiatorlara nifrət edir, həyata xor baxan qladiatorlara isə rəğbət bəsləyirik. Seneca ruhun dincliyi haqqında. Lyndon Johnson'un tələbə yoldaşları onun haqqında rüsvayçı bir əhvalat danışırdılar. Johnson boşboğaz bir adam idi. Daim digərlərindən üstün olmağa, hamını qorxutmağa çalışırdı. Lakin bioqraf Robert Caro yazır ki, kimsə gənc Lyndona meydan oxuyanda o özünü əsl qorxaq kimi aparırdı. Bir gün poker üstündə yaranmış mübahisə zamanı Johnson özünü çarpayıya atmış və dəli kimi qışqırmağa başlamışdı. Əgər məni vursan, səni təpikləyəcəyəm. Əgər məni vursan, səni təpikləyəcəyəm. İkinci Dünya Müharibəsi illərində Johnson hərbi xidmətdən yayınmaq üçün əlindən gələni etmiş, digər əskərlər Avropada, Afrikada, Cənubi Şərqi Asiyada döyüşüb həlak olarkən, o Kaliforniyada əylənməyi seçmişdi. Sonradan Johnson müharibədə qəhrəmancasına vuruşduğunu elan etdi. Bu, onun ən rüsvayçı bəyanatlarından biri idi. Cəsur olduğunu sübut etmək üçün insanın öz təhlükəsizliyinə etinasız yanaşmasına və ya zorakılığa əl atmasına ehtiyacı yoxdur. Amma etiraf etmək lazımdır ki, hər kəs qorxaqlara vəzifəsini yerinə yetirməkdən boyun qaçıran tənbəllərə, öz rahatlığını hər şeydən üstün tutan bivecilərə hörmət etmir, onları sevmir. Qorxaqlıq buna görə ironikdir. İnsan özünü qorumağa çalışır və rüsvayçılığa düçar olur. Qorxaqlığın bədəli budur. Bu bədəllə yaşamağa dəyərmi? Dəyməz. Cəsur olun, ləhaqətli olun. 12 dekabr. Ritmi tutun. Keçmişin dəhlizlərində gəziş. Bir-birini əvəz edən imperiyalara, krallıqlara bax. Əslində gələcəyi görmək mümkündür. Axı gələcək eynən keçmiş kimidir. Zamanın ritmi eynidir. İnsanın 40 və ya 1000 il yaşamasının heç bir təfavütü yoxdur. Çünki bu dünyada yeni bir şey görmək mümkün deyil. Mark Avreli, Düşüncələr. Hər şey fanidir. İnsanlar, şirkətlər, krallıqlar, dinlər, ideyalar. Roma Respublikası 450 il, Roma İmperiyası 500 il mövcud olub. Mark Avreli bu imperiyanın ən yaxşı 5 imperatorundan biri hesab olunur. Rəsmi məlumata əsasən ən uzun ömürlü insan 122 il yaşayıb. Amerika Birləşmiş Ştatlarında orta ömür müddəti 78 ildir. Başqa ölkələrdə bu göstərici bir qədər çox və ya bir qədər az ola bilər. Başqa dövrlərdə də. Mark Avrelinin dediyi kimi, hamımız axırda hadisələrin ritminə məğlub olacağıq. Bu mövzu barəsində çox düşünməyə ehtiyac yoxdur. Amma ona əhəmiyyət verməmək də olmaz. 13 dekabr. Sadəcə bir rəqəm. Məgər çəkin indikindən 2 dəfə çox deyil deyə gileylənirsənmi? Bəs sənə verilmiş ömür qısadır deyə niyə gileylənməlisən? Öz çəkindən məmnunsansa, sənə verilən vaxtdan da məmnun olmalısan. Mark Avreli, Düşüncələr. Deyirlər ki, yaş sadəcə bir rəqəmdir. Lakin bəzi insanlar üçün bu böyük əhəmiyyət kəsb edir. Əks təqdirdə qadınlar yalandan daha gənc, şöhrətpərəst gənclər isə daha yaşlı olduqlarını söyləməzdilər. Zəngin insanlar cavan qalmaq, ömürlərini uzatmaq üçün milyonlarla dollar xərclərlər. Əslində neçə il yaşamağımız əhəmiyyətli deyil, həmin illər ərzində etdiklərimiz əhəmiyyətlidir. Seneca yazır, ondan necə istifadə etməli olduğunu bilən insanlar üçün həyat yetərincə uzundur. Təəssüf ki, bir çox insanlar ömürdən necə istifadə etməli olduqlarını bilmir. Vaxtlarını yelə verirlər. İşdən keçəndə əl-ayağa düşür, yelə verdikləri zamanı geri qaytarmağa çalışırlar. Amma əbəs yerə. Bugündən istifadə edin. Bütün günlərdən istifadə edin. Sizə verilmiş ömürdən məmnun olmağı öyrənin. 14 dekabr. Axırda nələri bilməliyik? Tezliklə öləcəksən, amma hələ də səmimi deyilsən, təlaşlısan, xarici amillərin səni incitməsindən qorxursan, hamıya qarşı rəhəmli deyilsən, müdrikliklə adilliyin eyni şey olduğunu bilmirsən. Mark Avreli, Düşüncələr. Başa düşdüyümüz kimi, Mark Avreli düşüncələrinin əksəriyyətini ömrünün qürub çağında, ağır xəstəlikdən əziyyət çəkdiyi zaman qələmə alıb. Tezliklə öləcəksən, necə də dəhşətli cümlədir. Mark Avreli özünə tezliklə öləcəyini, həyatın faniliyini xatırladırdı. O, ölümlə burun-buruna idi və ömrünün axırında üzləşdiyi şeylər xoşuna gəlmirdi.
Bəli, o bir çox nailiyyətlər əldə etmişdi. Lakin emosiyaları hələ də narahat olmasına baxmayaraq, əzab çəkməsinə, əsəbiləşməsinə səbəb olurdu. Mark Avreli bilirdi ki, vaxtı azdır və verəcəyi düzgün qərarlar sayəsində yüngülləşə, rahatlaşa bilər. Yəqin ki, sizin vaxtınız daha çoxdur. Vaxt və imkan varkən daha da irəliləməlisiniz. Mark Avreli hər kəsin ömrünün axırına kimi xammal olduğunu bilirdi. İnsan bunun fərqinə nə qədər tez varsa, öz xarakterini cilalayarkən çəkdiyi əziyyətin qarşılığını o qədər tez alar. Qeyri-səmimilikdən, narahatlıqdan, nəzakətsizlikdən, stoik olmayan bizdən nə qədər tez qurtulsaq, o qədər yaxşıdır. 15 dekabr. Günlərimizi qiymətləndirməyin bəsit üsulu. Hər günü həyatının son günü kimi yaşamaq, qəzəbdən, riyakarlıqdan, tənbəllikdən uzaq olmaq. Bunlar mükəmməlliyin təzahürləridir. Mark Avreli, düşüncələr. Stoiklər kiminsə mükəmməl ola biləcəyinə inanmırdılar. Müdriklik ideyasının real olmadığını düşünürdülər. Bu, sadəcə onların platonik idealı idi. Bununla belə onlar hər gün həmin məqama çatmağa çalışır və bu cəhdlərin faydasını görürdülər. Bu günü ömrümüzün son günü kimi yaşaya bilərikmi? 24 saat ərzində zəhmətsizcə düzgün qərarlar qəbul edərək, düzgün davranaraq qüsursuzluğun və ya mükəmməlliyin ruhumuzda təcəllasını mümkün qıla bilərikmi? Bunu bir dəqiqədən artıq davam etdirmək mümkündürmü? Bəlkə də mümkün deyil. Lakin stoiklərə bunu cəhd etmək kifayət edirsə, bizə də kifayət etməlidir. 16 dekabr. Əbədi sağlamlıq. Sağlam insan necə yaşayırsa, elə yaşamağı öyrənməlisən. Arxain yaşamaq. Bəs nəyə arxain olmalısan? Etibara layiq olan, əngəllənə və əldən alına bilməyən yeganə şeyə, öz məntiqi seçiminə. Epiktet söhbətlər. Stoiklər insanın nəzarət edə bilmədiyi şeyə etibar etməsinin təhlükəli olduğunu dəfələrlə qeyd ediblər. Bəs məntiqi seçimləriniz? Hələ ki, məntiqi seçimləriniz sizin nəzarətiniz altındadır. Həyatda etibar edə biləcəyiniz çox az şey var və məntiqi seçimlərinizə rahatlıqla etibar edə bilərsiniz. Məntiqi seçimləriniz xarab olmur, köhnəlmir. İnsan məntiqi seçimlərindən imtina edə bilər, lakin bu seçimlər heç vaxt insandan imtina edə bilməz. Yuxarıdakı fraqmentdə Epiktet həm kölələrin, həm işçilərin, həm də filosofların elə yaşaya biləcəyini iddia edir. Sokrat, Diogen, Kleanf elə yaşayıblar. Ailələrinə baxanda da, kasıb tələbə olanda da, siz də elə yaşaya bilərsiniz. 17 dekabr. Nə qədər ki gec deyil, özünüzü tanıyın. Hamı tərəfindən tanınsa da, özünü tanımayan və ölüm ayağında olan adamın vay halına. Seneca, Fiest. Dünyanın ən güclü və önəmli insanlarından bəziləri demək olar ki, özlərini zərrəcə tanımırlar. Yadlar onlar haqda minlərlə lazımsız məlumata erişsələr də, məşhurlar özləri haqda çox az şey bilirlər. Çünki buna vaxt sərf edə bilməzlər. Həmçinin insanın özünü tanıması ağrılı prosesdir. Bəlkə biz də eyni günaha batırıq. Bizə özümüzü tanımağı məsləhət görən Sokratı eynimizə almırıq və özümüzə pislik edirik. Özümüzə nadirən bu sualları veririk. Halbuki hər gün verməliyik. Mən kiməm? Mənim üçün vacib olan nədir? Mən nəyi sevirəm? Mənə nə lazımdır? Hələ vaxtımız var. Özümüzü kəşf edə, zehnimizi və bədənimizi anlaya bilərik. Gözləmək lazım deyil. Nə qədər ki gec deyil, özümüzlə tanış olmalıyıq. 18 dekabr. Hamımızın başına gələn şey. Makedoniyalı İskəndər də, onun Mehdəri də öldükdən sonra eyni yerə aparıldılar. Ya hər şeyin başladığı yerə getdilər, ya da atomlara parçalandılar. Mark Avreli, düşüncələr. Dünyada egalitarizm yoxdur, bərabərsizlik var. Amma Benjamin Franklin yazır, dünyada yalnız ölümlə vergidən qaçmaq olmaz. Franklin bəzi insanların vergidən necə məharətlə yayındığını bilmirdi. Bəs ölüm? Ölüm yeganə şeydir ki, onu hər kəs yaşamağa məcburdur. Hamımızın sonu eynidir. Dünyanı fəth etsək də, dünyanı fəth edənlərin çəkmələrini təmizləsək də, ölüm axırda hamımızı bərabərləşdirir. Shakespeare Hamlet əsərində yazır, Ulu Sezar çürüyərək torpaq oldu məzarda, hökmü ilə gərdişin o suvaq oldu divarda. Diri torpaq dəhşətlərlə sarsıdırdı dünyanı, ölü torpaq küləklərdən hifz eləyir binanı. Gələn dəfə özünüzü ulu və güclü hiss etdiyiniz zaman,
Yadınıza salın ki, hamımızı eyni son gözləyir. Ölüm kiminsə güclü və ya zəif olmasına baxmır. Hekayələrimizin axırı eynidir. 19 dekabr. İnsanın miqyası. Kainat necə də böyükdür. Bəs sən nə qədər kiçik olduğunu düşünürsənmi? Vaxtın da çox-çox azdır. Fələyin gərdişini düşün. Kainat üçün sən kimsən və ya nəsən? Bir tozcuq əhəmiyyətlidir ya sənin vücudun? Mark Avreli, Düşüncələr. Kainatda maddə miqdarı çox böyükdür. Trilyonlarla atom. Bir adamın vücudu bu maddənin neçə faizini təşkil edir? Bilirik ki, yer kürəsinin 5 milyarda yaxın yaşı var. Bəs biz nə qədər yaşayırıq? 60-70 il. Bəşərin kainatla əlaqəsinin miqyasını tam dərk etmək üçün müəyyən faktlara, rəqəmlərə nəzər salmalıyıq. Elə bilirsən ki, sən olmasan dünya mehvərindən çıxacaq? Yox, çıxmayacaq. Sən adi bir insansan. Əlindən gələni etməyə çalışmalı, ömrünü səbatlı, mətin, dürüst, əməli salih bir adam kimi başa vurmalısan. 20 dekabr. Ölüm qorxusundan qorxun. Bütün yamanlıqların, nanəcibliyin, cəsarətsizliyin kökü ölüm yox, ölüm qorxusudur. Bu qorxuya qarşı hazırlıqlı ol. Düşüncəni, qabiliyyətini, mütaliəni səfərbər elə. Beləliklə, insanı azadlığa aparan yeganə yolu görəcəksən. Epiktet, Söhbətlər. Görkəmli stoik Kato intihar etməmişdən əvvəl cəsarətlənmək üçün Platonun Fedon dialoqunu oxumuşdu. Həmin əsərdə Platon yazır: Ölümün qarşısında titrəyən içimizdəki uşaqdır. Ölüm bizi öz qeyri-müəyyənliyi ilə qorxudur. Heç kim öldükdən sonra bizə ölümün necə bir şey olduğunu deməyib. Biz bu haqda məlumatsızıq. Bununla belə bizə müəyyən məsləhətlər, nəsihətlər verə biləcək bir çox müdrik kişi və qadınlar var. Dünyanın ən yaşlı insanları ilə söhbətləşsək, onların ölümdən qorxmadıqlarını anlayarıq. Çünki bu insanlar ölüm barəsində hamımızdan daha çox düşünüblər və ölümdən qorxmağın mənasız olduğunu dərk ediblər. Başqa mötəbər mənbələr də var. Onlardan biri Florida Scott Maxwell'ın sağalmaz xəstəliklə mübarizə apardığı dövrdə yazdığı Günlərimin ölçüsü əsəridir. Senecaya ölüm cəzası verilir. Filosof ruhdan düşmüş dostlarını və ailəsini ürəkləndirmək istəyir. Onları nəzakətlə danlayır. Fəlsəfənin prinsiplərini yaddan çıxarmısınız? Şərə, pisliyə bu cür dözürsünüz? Əgər ölüm həqiqətən də sondursa, biz nədən qorxmalıyıq? Bizimlə birgə qorxularımız da, ağrılarımız da, qayğılarımız da, arzularımız da yox olacaq. Ölüm nə qədər qorxulu olsa belə, qorxunu yox edən də odur.